Məkarimül Əxlaq duasının şərhindədir. Və bu dua bir əxlaqi duadır. İnsana və cəmiyyətə lazım olan əsas əxlaqi məsələlərə İmam bu duada toxunub. İmam bu duaya bu cümlə ilə başlayır. Allahümmə bəlliğ imani əkmələl iman və yəqini əfsələl yəqin və niyyəti əhsənən niyyat və əməli əhsənəl ə'mal. Allahdan birinci istəyi budur. İlahi, mənim imanımı əkmələl iman, ən kamil iman qərar ver. İmanların dərəcələri var. İstəyirəm ilahi, mənim imanımı ən ali dərəcədə, ən kamil hesab olunan imandan qərar verəsən. İman İslamdan ayrı bir şeydir. İslam ayrı bir şey, iman ayrıdır. İslam dillə, dil zikridir, dillə deyilən bir şeydir. Bir adam dili ilə şəhadət versə, desə, əşhədu ən la ilahə illəllah və əşhədu ənnəkə rasulallah, ilahi şəhadət verirəm sənin birliyi və təkliyvə və peyğəmbərvə şəhadət verirəm. Bu adam oldu müsəlman. Dillə demək kifayət eləyir ki, insan müsəlman hesab olunsun. İslam dillə ələ gəlir, əmələ gəlir. Amma iman əməllə, əqidə ilə əmələ gəlir. Bir nəfər Şamdan gəldi İmam Sadiq əleyhissalamın yanına. İmam Sadiq əleyhissalamın imamətin, vilayətin qəbul eləmirdi. Deyirdi ki, Peyğəmbər varımızdır, Qur'an varımızdır, imama nə ehtiyac var? Nə ehtiyac var ki, Peyğəmbərdən sonra, Qur'andan sonra bir imam da olsun ki, biz onu da qəbul eləyək? İmam Sadiq əleyhissalam şagirdlərinə buyurdu ki, bundan bəhs eləsinlər, imamət və vilayət məsələsin, buna başa salsınlar, ispat eləsinlər. Biraz bəhs elədilər, amma ispat eləyə bilmədilər, bunu qane eləyə bilmədilər. Hişam ibn Həkəm gəldi. Hişam ibn Həkəm İmam Sadiq əleyhissalamın imamət və vilayət mövzusunda mütəxəssis tələbələrindəndir. Bu mövzuda məxsusən çox mütəxəssis olub. Hişam onunla bəhsə başladı, bəhs elədilər və gəldi imamət və vilayət mövzusun məsələsin buna isbat elədi, sübut elədi. Bu buyurdu, Yəbnə Rasulillah, əsləmtu, qəbul elədim, İslamı qəbul elədim. İmam buyurdu, sən ki müsəlman idin, sən ki deyirdin, mən Peyğəmbəri qəbul eləyirəm, mən Allahı qəbul eləyirəm, onları qəbul eləmişdinsə, sən müsəlman idin, şəhadət vermişdin bunlara və İslamı qəbul eləmişdin. İmam buyurdu, sənin İslam varındır, indi iman gətirdin. Demə, əsləmtu, denən aməntu, denən iman gətirdim. İman İslamdan yuxarı bir şeydir. İslam dil zikri ilə əmələ gəlir, amma iman əməllə əmələ gəlir, əqidə ilə əmələ gəlir. Əgər əməl olmasa, dillə deməyə, dillə danışmağa, heç biri iman hesab olunmaz.